dünya standartlarına göre pensiya yaşı ilə demək, əhalinin orta ölüm yaşı arasında 12 il fərq var. 12 il fərq var. Azərbaycanda belə deyək, güya 73 göstəriblər, əslində 73 deyil, rəsmən bu 71 yaşdır, bəli. Kişilər üçün 71-dir, qadınlar üçün, kişilər üçün 69-dur, qadınlar üçün 71-dir. Bunu qaldırıb yarandan 73 yazıblar. Yaxşı, onda 73-dən 12 çıxın. 61 yaşında çıxmalıdır da o da pensiya, əgər beynəlxalq standartlar verirsiniz. Bu bir. İkincisi, ən böyük son zamanlar qalmaqala səbəb olan uşaq pul məsələsi. Bu dövlət uşaqlara öz ölkəsinin gələcəyini təmin eləyəcək, öz ölkəsini qorumaq üçün əskər gedəcək, övladına indi sahib durmaq istəmir. Və bir tərbiyəsizlər də tapılır ki, televizorda ailəsi çox olan çox uşaqlı ailələrin təhqir eləyir. O adam özü təhqirə layiq adamdır. Birinci öz valideynlərini təhqir eləyir, ondan sonra xalqı təhqir eləyir. Elə adamın təzədən televiziya buraxılması, elə adamın təzədən universitetdə dərs deyən müəllim kimi saxlanması bu ölkənin elə bir imicinə çevrilir. Halbuki inkişaf eləmiş ölkələrdə də uşaq pulu var, Rusiyada uşaq pulu var, hər şeyi Rusiyana müqayisə eləməyə çalışırlar. Niyə uşaq pulunda Rusiya ilə müqayisə eləmirlər bəs? Daima Ermənistanı dağılır, iqtisadiyyatı məhv olur, ölür, gedir deyirdik. 2018-ci ildə də Ermənistanda orta əmək haqqı Azərbaycandan artıq olub, 2019-da da artıq olub, 2020-ci ilin müqayisəsini görməmişəm. Necə olur bəs bu? Və bu ölkənin gəliri, niyə ölkə əhalisi arasında deyək ki, müəyyən bir hədd gözləməklə, müəyyən bir sərhəd gözləməklə bu adamın işlədiyi ağır işin nəticəsinə görə onun tez pensiya çıxmasını təmin etmək olar. Bu adamın ailəsində çox uşaq varsa, bu uşaqlar böyüyüb vətəni müdafiə eləyəcək. Və yeri gəlmişəm, mən görmədim. Biz